Görün necə gözəl görünür. Bax, paxlavadır, bir də qoğaldır. Artıq mən də bezliyim, mən də insanam, yeyirəm ki bu günləri. Adam nə qədər göy-göyərti yeyər. Mən də insanam. Nə bilim, nə işi sistemidir, nə bilim nədir. Bezliyimi dahi mən də bu diyetanın başını bıraxıram, nə işi sistemini pozuram. Bunu yeyirəm. Bismillah. Çox gözəldir. Demək, məsələ nədir? Bilirəm, orada baxırsınız ki, necə yəni bu artıq şəkər bura, qoğal. Şəkər bura neydi? Paxlava. Niş sistemin qaydalarını da pozdu? Yox. Bunu mənə Elmar qardaş göndərib. Bilirsiniz də, Elmar qardaş sağlamsızlıq xoşbəxtsən səhifəsi var TikTokda. Təmiz su dəyirman unundan hazırlanıb bunlar. Təmiz su dəyirman unundan. Demək, bu da, burada nə var tərkibində? Təmiz su dəyirman unudur, qozdur. Sonra burada meyvələr var. Bir də bişəndən sonra üzərinə bal çəkilib. Bişib soyandan sonra da. Həmçində qoğal həmən qaydanla pişib. Yəni burada şəkər zat heç nə yoxdur. Təmiz, diyetik. Elmar qardaş mənə dedi ki, bir dənə yeyərsən, baxarsan, pay göndərilməsin, sağ olsun. Sonra fikri deyərsən. Demək, paxlava super. Keçək buna. Çox gözəl. Çox gözəl. Hər ikisi gözəldir. Buradan Elmar qardaşa minnətlarımı bildirirəm. Ala bilərsiniz. Xərçəng xəstələri siz də yeyə bilərsiniz. Diyetikdir. Burada yəni bir dənə təmiz bal. Bal da təmizdir. Bir də yağ. Yəni, yağdakı bahalı yağdır. Nehrə yağıdır. Təmiz yağdır. Kim istəyir, müraciət edə bilər. Mən də xoşuma gəldi. Səhifəsini də buradan sabitləyəcəm. Görəcəksən, sağlamsansa, xoşbəxtsən. Təbii ki, mən heç vaxt bu qaydaları pozmaram. Əgər evdə pişib, məsələn üçün, uşaqlar üçün pişirmişdi yoldaşım, bir iki ədəd pişirmişdi belə. Mən ondan yeməmişəm. Sadəcə olaraq Elmar qardaş bunu göndərdiyi üçün, ona inandığım üçün, inşallah ki, yedim. Həqiqətən çox gözəldir. Təmizdir, su dəyirman unundandır. İnşallah ki, siz də Elmar qardaşdan alıb yeyə bilərsiniz. Yəni, siz insanıq da, nəfsimiz istəyir, amma təmiz olsun. Belə, çox zad olmasın tərkibində, nə bilim, ağ un zad olmasın. Təmiz olsun inşallah. Təmiz düzəldib yeyə bilərsiniz. Elmar qardaşdan ala bilərsiniz. Çox sağ olun, minnətdaram. Hər zaman deyirəm, qaydaları pozmayaq. Sistemi mükəmməl yaşayaq. İşiniz sağlam sistemi.